Herkese selam sahipler. Kanalıma videoma hamınız hoş gelmişsiniz. Bugün sizlerle birlikte İptidai Sınıf Şagirdin Dostu kitabından Azerbaycan dili bölmesinin bütün bölmesini sizlere başa saracağım. 1. sınıftan 4. sınıfa kadar gideceğim ve hamısını size başa saracağım. Hazırsak videomuza hiç uzatmadan başlayalım. 1. sayfa. Sizde bu kitaptan varsa alın ve qabağınıza koyun ki siz de işleyin. Eğer başa düşmediğiniz bir şey varsa ki mən onun üçün deyirəm. 1. dersimiz danışıq səsləri, hərflər. Bəli uşaqlar, burada ilk dersimiz danışıq səsləri, hərflərdir. Gəlin saytları hamımız deyək birlikdə. A, I, O, U, E, Ə, İ, Ö, Ü. Bunlar saitlərdir. Uşaqlar, əlifbanı bilən uşaq saitləri və samitləri də bilir. İndi birinci gəlin yenə deyək, bərabər siz də deyin. A, I, O, U, E, Ə, İ, Ö, Ü. Bunlar saitlərdir. Birbaşa saitlərdir. Qalın saitlər. A, I, O, U. Bunlar qalın deyil də, yəni incə deyil də, bunlar qalındır deyəndə qalın çıxır. Yenə deyək, qalın saitlər. A, I, O, U. İndi gəlirik incə saitlərə. İncə də belə çox incə saitlərdə. E, Ə, İ, Ö, Ü. Fikir verirsiniz. A, I, O, U qalındır. E, Ə, İ, Ö, Ü də incədir. Dodaqlanan. Dodaqlanan nə deməkdir? Yəni biz bu saitlər deyəndə dodağımız belə yumru olur və eşiyə çıxır. Yəni O, Ö, U, Ü. Fikir verirsiniz. Bir aynanın qabağında deneyin, dodağınız eşiyə çıxacaq. Yenə bərabər təkrarlayaq, siz də təkrarlayın. O, Ö, U, Ü. O, Ö, U, Ü. Bunlar dodaqlanan. Bir də var dodaqlanmayan. Yəni ağzımız bu səfər eşikdə deyil, içərdədir. A, I, E, Ə, İ. Fikir verirsiniz, aynaya baxın. Gəlin yenə eləyək. A, I, E, Ə, İ. Mən bilirəm ki, bunları bilirsiniz. Bir də var açıq. Yəni bunlar deyəndə ağzımız belə çox açıq olur. A, Ə, E, O, Ö. Təkrarlayaq. A, Ə, E, O, Ö. Yenə A, Ə, E, O, Ö. Mən bunları çox təkrar etdim, çünki bəzi şagirdlərim bu yadında qalmış. Bir də var qapalı, yəni ağzımız biraz qapanır. Gəlin baxaq. I, U, İ, Ü. Yenə I, U, İ, Ü. Bunlar da qapalı saitlərdir. Uşaqlar, biz saitləri keçdik. Gəlin yenə təkrarlayaq. Saitlər nə oldu? A, I, O, U, E, Ə, İ, Ö, Ü. Qalın A, I, O, U. İncə E, Ə, İ, Ö, Ü. Dodaqlanan O, Ö, U, Ü. Mənlə təkrar eləyin, dodaqlanmayın. A, I, E, Ə, İ. Açıq A, Ə, E, O, Ö. Qapalı I, U, Ü. Uşaqlar, saitləri bildik. Biri də var samitlər. Samitlər də saitlərdən yenə fərqli olaraq bunlar da samitlərdir. Gəlin sayaq. B, C, Ç, D, F, C, R, H, X, J, K, K, G, L, M, N, P, R, S, Ş, T, V, Y, Z. Gəlin bu şeyləri oxuyaq, qaydaları. Cingiltili samitlər. Cingiltili samitlərin tələffüzündə səs telləri iştirak edir. Bir də var çar samitlər. Çar samitlər küydən ibarət olur. Səs telləri onların tələffüzündə iştirak etmir. Və bir çox samitlər biri
çar, digər cingiltili olmaqla cütlük təşkil edir. Gəlin baxaq. Bu qabağında cingiltili yazanlar cingiltili samitlərdir. Qabağında çar yazanlar isə çar samitlərdir. Uşaqlar, biz bunu necə anlaya bilərik? Əlimizi ağzımıza qoyuruq. Hamı qoydu və deyirik B, P. Hansında əlinizə daha çox hava gəldi? P-də. Deməli, P çar samitdir. Hansında əlinizə daha çox hava gəlirsə, o çar samitdir. Yenə əlinizi qoyun və C və Ç deyin. C, Ç. Ç-də daha çox hava gəldi. Deməli, Ç çar samitdir. Biz bunların fərqini belə tapırıq. Yenə əlimizi ağzımıza qoyuruq. D, T. T-də daha çox hava gəldi. Deməli, T yenə çar samitdir. Biz bunları belə başa düşə bilərik. İndi gəlin buradakı qaydaya hamımız birlikdə baxaq. L, M, N, R samitlərinin çar qarşılığı, H samitin isə cingiltili qarşılığı yoxdur və bunlar nə adlanır? Sonor samitlər adlanır. Bir də deyək, bunlar sonor samitlər adlanır. Bu stop edib özünüz oxuyun. Baxın, burada seçilsin deyə sarı hərflə veririk. Samitlər də başa düşdük. İndi yenə təkrarlayaq. Samitlər B, C, Ç, D, F, C, R, H, X, J, K, K, G, L, M, N, P, R, S, Ş, T və Y, Z. Buraları və buraları stop edib oxuyun. Və burada da mənim dediyim qayda kimi deyil. Gəlin bir dənə denəyək. Məsələn, bunu denəyək. Burada bu X-dir uşaqlar. Burada X-nin burasında bir dənə xət var deyə bu xışçilikdir. Nəysə, gəlin baxaq. Bu Z-S. Z-S. S-də daha çox hava gəldi. Deməli, S çar samitdir. Ən az hava gələn cingiltilə ən çox hava gələnsə çar samitdir. Keçək səhifə 6-ya. İndi burayla buranda başa salacağım. Bugünkü videomuz qutaracaq. Nəysə, ahəng qanunu. Bugünkü dərsimizdə ahəng qanunu. Ahəng qanunu burada çox şey verilməyib. Əməlli verilməyib. Mən sizə deyəcəm, sonra da buraya oxuyaq. Uşaqlar, ahəng qanunu da deməkdir. Ahəng qanunu sözdə sait və yox. Saitlər var, saitlərdə incə və qalın var. Biz bayaq keçdik uşaqlar. İncə, ə, i, ö, qalın, a, ı, o. Biz bunları bayaq keçdik. Onların bir-birini izləməsini deyirik. İndi mən belə dedim, siz başa düşmədiniz. Deyəcəksiniz ki, axı sait və saitlərin gözü olmur deyəcəksiniz. Uşaqlar, bir dənə söz deyək. Şagird. Şagird. Burada bir dənə qalın, bir dənə də incə var. Deməli, bu ahəng qanuna tabe deyil. Niyə? Çünki bir sözdə həm qalın, həm incə sait var. Amma baxın, burada yazıcı. Yazıcı. A, I, I. Hamısı qalındır. Əkin